Axşamınız xeyir olsun dostlar. Hər birinizi Baksel Sürət Loteriyasının növbəti canlı yayımında xoş gördük. Biz bugün 9, 10 və 11-ci tirajların iPhone 17 qaliblərini təyin etmək üçün buradayıq. Yenə bizdə həyəcan var çünki bizə maraqlıdır görən bugünün şanslı qalibləri kimlər olacaq. Loteriyamız 1 oktyabr tarixində başlayıb və 31 dekabra qədər davam edəcək. Biz loteriya çərçivəsində hər gün iPhone 17, həftədə bir dəfə zikr avtomobili, sonda isə möhtəşəm Porsche Cayenne hədiyyə edəcəyik. Bunun üçün xüsusi qeydiyyata ehtiyac yoxdur. Siz loteriyada çox sadə bir üsulla iştirak edə bilərsiniz. Şans paketi almaq lazımdır. Bəli, şans paketi alıb şansınızı 1-ə 5 artırmış olursunuz. Belə ki, şans paketi almaq üçün ulduz 808 diyez 3 diyezyə sığaraq şans paketi əldə edə bilərsiniz. Və yaxud da ki, sadə yolla siz 3 yazırsınız və 8008 nömrəsinə göndərirsiniz, şans paketini əldə edirsiniz. Bir daha vurğuluyorum ki, şans paketi almaq lazımdır məhz loteriyada iştirak etmək üçün. Və biz loteriya çərçivəsində hər gün iPhone 17, həftə bir dəfə zikr avtomobili, sonda möhtəşəm Porsche Cayenne hədiyyə edəcəyik. Və qaliblərimiz hər gün həm Bakselin sosial şəbəkə hesablarında, həm də loteriya.baksel.com saytında elan olunur. Bizim qaliblərimizin məlumatları da orada göstərilir. Və qeyd edək ki, qaliblərimiz Bakselin süni intellekti tərəfindən təsdiq olunur, seçilir. Tam şəffaf formada və innovativ üsulla siz qalib barədə məlumatlar da məhz loteriya.baksel.com saytından əldə edə bilərsiniz. Elə indi siz əgər şans paketi alsanız, artıq bizim növbəti canlı yayımımızda həm zikr avtomobili, həm də digər bizim iPhone 17, yəni qaliblərdən biri ola bilərsiniz. Bunun üçün bir daha vurğuluyorum ki, xüsusi bir şansa ehtiyac lazımdır və şansı da özünüz yarada bilərsiniz məhz şans paketini alaraq. Və qeyd eləyək ki, bizim qaliblərimizin seçilmə prosesi də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Loteriya Komissiyasının 5 üzvü tərəfindən izlənir. Münsiflərimiz də buradadır. Hər birinizi xoş gördük, əziz dostlar. Mən inanıram ki, sizdə də həyəcan var. Çünki hamıya maraqlıdır ki, görək bugünün şanslı qalibləri kim olacaq. Əgər biz hazırıqsa, mən istəyərdim ki, qalibimizin seçilmə prosesinə başlayaq. Və belə ki, bizim qarşımızda süni intellekt sistemi var. Biz qalibi seç düyməsini sıxdıqda qalibin Baksel nömrəsinin son 2 rəqəmi konfidensiallığa görə bağlanır və biz qalibin artıq nömrəsini görürük. Yəni qalib bilir ki, o bugünün şanslı qalibidir, amma biz onu tanımırıq. Əgər canlı yayımdadsa, təbii ki, biz istəyərik ki, qalib özünü təqdim eləsin və biz bilək ki, bugünün şanslı qalibi kimdir. Bir daha qeyd edirəm, Bakselin süni intellekti tərəfindən seçilir bizim qalibimiz. Biz sadəcə qalibi seç düyməsindən sıxırıq və artıq özü təyin edir ki, görək bugünün iPhone 17 qalibi kim olacaq? Hazırdırmı? Dostlarımız əgər hazırsa, biz keçid alaq qalibimizə, görək bugünün 1-ci 9-cu tirajla biz başlayacağıq. Maraqlıdır, görək qalibimiz kim olacaq? Elə isə başlayaq. Qalibi seç düyməsindən sıxırıq və geri sayım çox həyəcanlı şəkildə hamımız gözləyəcəyik. Görək bugünün texnoloji inqilabının qalibi kim olacaq? 8, 7, 6, 5, 4, 3, 2, 1 və budur dostlar, biz artıq qalibimizi təbrik edirik. Qalibimizin nömrəsi 55 270 93. Təbrik edirik bir daha. Hər zaman şansınız bol olsun. Bugünün şanslı ilk iPhone 17 qalibi bir daha nömrəsini xatırladıram. 55 270 93. Əgər bizim dostumuz canlıdadsa mütləq şəkildə yazsın, biz görək bugünün qalibi kimdir. Keçid alaq növbəti bizim məhz 10-cu günün qalibinə. Görək bizim bugünün şanslı qalibi kim olacaq? iPhone 17-ni kim qazanacaq? Qalibi seç düyməsini sıxırıq. Yenə geri sayım başlayacaq. Hamı gözləyir, təbii ki, maraqlı bir prosesdir. Birlikdə sayaq. 7, 6, 5, 4, 3, 2, 1 və budur dostlar. Artıq biz növbəti qalibimizi təyin elədik. Onu da təbrik edirik. 55 663 89 nömrəli dostumuzu təbrik edirik, alqışlayırıq onu. Hər zaman baxın belə şansınız gətirsin bütün sahələrdə. Bugün də bizim dostumuz bir daha vurğulayıram. 55 663 89 nömrəli bizim dostumuz qalib oldu. Əgər buradadsa yazsın, biz baxaq görək kimdir. Keçid alırıq artıq bugün olan sonuncu tirajımıza, yəni 11 tarixində olan qalibimiz kimdir? Qalibi seç düyməsini sıxaq bir yerdə. Bəli, mən əminəm ki, siz də gözləyirsiniz. Kim qalib olacaq? Ümid edirəm ki, bu canlını izləyən dostlardan kimsə olar, yazar biz onu tanıyarıq. Geri sayımı bir yerdə sayaq. 5, 4, 3, 2, 1, 0. Bəli dostlar, artıq sonuncu bizim qalibimiz, bugün olan sonuncu qalibimizi təbrik edirik. Və nömrəsini mən səsləndirmək istəyirəm. 99 355 10 nömrəli bizim qalibimizi təbrik edirik. Bir daha nömrəni səsləndirim. 99 355
10 nömrəli bizim dostumuz qalib oldu. Təbrik edirik biz sizi. Uğurlar arzu edirik hər 3 qalibimizə. Baxın dostlar, bu qədər sadədir. Siz şans paketini əldə edirsiniz. İstənilən müxtəlif qiymətlərdə siz şans paketi alaraq məhz qalib olma ehtimalınızı 1-ə 5, 1-ə 10 artırmış olursunuz. Bu qədər sadədir. Yəni iPhone 17 özünüz də bilirsiniz artıq innovasiyanın mən deyərdim ki, son texnoloji inqilablarından biri də iPhone 17-dir. Eyni zamanda Zikr avtomobili və Porsche Cayenne qazanmaq üçün siz yəni bu fürsətlərdən cəmi bir klik uzaqdasınız. Yəni siz şans paketini alırsınız və sonunda qalib olursunuz. Bir daha vurğulayaq ki, qaliblərimiz də Baxelin süni intellekti tərəfindən seçilir. Gələn canlı yayımlarda, gələn loteriyalarda görüşənədək elə indicə, necə deyərlər, bizim loteriyamızın adına uyğun sürətli formada şans paketi alın. Bilmək olmaz, bəlkə də bu canlı izləyən dostlardan gələn dəfə elə qalib siz ola bilərsiniz. Gələn loteriyalarda görüşənədək, xudahafiz.